Pakistanlı doktor İşa Hüseynlinin kiçik bir həyat hekayəsindən danışmaq istəyərdim. 16 saatlıq uçaqla Dünya Konfederasyonu laureatına layiq olmuş İşa Hüseynli uçağa minir ki, getsin öz laureat adını təsdiq olunmuş mükafatını təqdimatına çatsın. İşa Hüseynli hazırlaşır və uçağa minir. Amma uçağa minib də getdiyi an ildırım çaxır, uçaq dayanmaq məcburiyyətində olur. Amma 6 saat hələ yol var idi. İşa Hüseynlinin getdiyi laureata çatmaq üçün 6 saat qala gecəsinə çatmaq üçün zamanı var idi. Ona təklif elədilər ki, gəlin maşınla sizi yola salaq. İşa Hüseynli maşınla getməyə razı oldu. Yenə də yağış yağdı, sellər oldu və İşa Hüseynli məcbur oldu maşından düşsün və meşədə kiçik bir ev var idi. Getdi oraya yaxınlaşdı. Evə girdi, evə girər-girməz salam verməzdən öncə olarmı sizdə bir telefon olsun, mən təcili telefon etməliyəm deyiləndə yaşlı bir ana namaz üstündən duraraq bizim heç burada qaranlıqda nə işığımız var, nə də telefonumuz var, görmüşsünüzmü? Çox şəraitsiz bir yerdə, kasıb bir daxmada yaşayırıq. Buyurun, qonağımız olun. Namazını, sözünü deyər, çayını, çörəyini qoyar masaya, qonağını dəvət eləyər, üzünü çevirər, ana namazını qılar. Namazını qılan zaman İşa Hüseynli üzünü çevirər, görər ki, beşikdə hərəkətsiz dayanan bir uşaq var. Həmin o uşağı anası başı üstündə dayanıb, sanki ağlayırmış kimi sakit halda dayanır və Allahına tapınaraq dua edir.